Ay qardaş, toya gedirsən, hamı yarış eləyir. Kim tez yeyib qutaracaq? Bilir ki, bir saatdan sonra ofisiyant gəlib, sukun yeməkləri yığışdırıb aparacaq. Qurban olum, qoy cəmaat nəfəs alsın da, nə? Bir rahat yeməyin yesin. Onsuz da bu toy gəsi, o xərci çəkir. O yeməkləri insanların qarşısına qoyur. İnsanlar da nəfəs almadan, dayanmadan yeyir ki, Allah indi bu dəqiqə gəlib yığışdıracaqlar yeməkləri. Qurban olum, qoy bu toyun axırına ki, bu yemək qalsın, insanlar yavaş-yavaş həzm eləyə o yeməkləri yesinlər. Bir yenə Bakıda bilirsən ki, bu toyun axırına ki, bu yeməklər qalır. Problem rayonlardadır, bölgələrdədir, qardaş. İmkan verin, qoy cəmaat rahat yeməyin yesin. Nə olub, yeyən kimi bismillah eləməmiş yeməkləri yığışdırıb aparırlar ofisiyantlar. İnsanlar tez-tez yeyir deyə çöp olur, ki. Zəng ellər skoriya, qardaş gəl bunu ayıl. Xəstəxanalar dolur insanlarla, tualet növbəsi olur ki. Düşürsən, Şadlıq Sarayının həyətə baxırsan geçsində, növbələrlə 10 nəfər, 20 nəfər növbə, tualetdə adam gözləyir. Kimisinin qarnı ağrır, nə bilim, aləm dəyiri bir-birinə. Qurban olum, qoy toyun axırına kimi yeməklər qalsın da orada. İnsanlar qoy yediyin həzm eləyə bilsin. Aləmi vurursuz bir-birinə. Özdə ən çox da Cəllabadda da bu hadisə. Ən çox Cəllabadda baş verir.